Salam dostlar, hər vaxtınız xeyir. Mən Xəzər müəllim. Bugün sizinlə birlikdə Masterart və Tədris Mərkəzində keçirilmiş sınaq imtahanının ingilis dilindən olan sualların izahına baxaq. Deməli dostlar, gəlin vaxt itirmədən suallarımızın izahına baxaq. İlk növbədə bir balaca mən PDF-i yaxınlaşdırım ki, rahat görə bilək. Deməli dostlar, ümumiyyətlə mətnlərlə bağlı istəyirəm birinci mətnlərdən başlayaq. Qrammatik suallarına da baxaq. Ən axırda dinləmənin həm transkriptini sizə təqdim eləyərəm, həm də ki, sualların izahını göstərərəm. Deməli dostlar, mətnlərlə bağlı məsələ necədir ki, biz dərslərdə danışanda ümumiyyətlə qeyd eləmişəm ki, mətni bir dəfə oxumaq bizim üçün əslində yaxşıdır. Oxuyub daha sonra suallar üzərində işləmək. Yəni bunu ilkin məsləhət üçün demək istəyirəm sizə. Sadəcə məsələ odur ki, hər tələbə eyni istiqamətdə yanaşmır. Bəziləri suallardan başlayır. Məsələn, kimin əgər lüğət bazası, söz bazası, belə deyək, vokabulası yaxşıdırsa, zəngindirsə, təbii ki, suallardan başlayıb sürətli bir şəkildə özü üçün açar sözlər tapıb, keywordlər tapıb, mətnin daxilində axtarıb, onları uyğunlaşdıra bilər. Məsələn, true'dumu, false-dumu, bu cümlə bunu tamamlayırmı və s. və s. Belə eləmək olar. Amma yenə də dostlar, biz fikir versəniz, məsələn, tutaq ki, 6.1-i mən araşdırmaq istəyirəm ki, bu düzdür ya səhvdir. Mən gəlirəm, məsələn, bunu oxuyuram, görürəm, burada mənim üçün açar nöqtə nə ola bilər? Bunun location-a danışır da yerləşməsi. Gedib onu axtarmalıyam. Yenə də vaxt itirirəm axtarmaqla, tapmaqla. Ona görə ən azı, yəni zaten söz bazası yaxşı olan tələbə üçün bu mətni bir dəfə oxumaq, yəni çox az müddətə başa gəlir. Belə deyil. Tez elə bir skanning edirsiniz. Söhbət burada hərfi tərcümədən oturub geniş, uzun-uzadı tərcümədən getmir. Ümumi bir məzmun tutursan ki, nədən danışır, hansı abzasda, hansı hissədə nə var, nə məlumat var, nə cümlə var. Ondan sonra artıq test-test sualların cavabını yazırsan və elə fikirləşirəm ki, vaxtı da qənaət etmiş olursunuz. Belə, həm də ki, mətnlərimiz qısadır, bunu IELTS mətnləri ilə müqayisə eləmək olmaz. Orada təbii ki, IELTS məsələn imtahanda bəzi tələbələr deməlim, orada biz tutaq ki, IELTS imtahanı verən tələbələr olur, hazırlığına keçmiş tələbələr olur ki, orada biz mətnləri oxumuruq. Təbii ki, orada mətn uzundur, onu və abzas üzrə dostlar ardıcıl olaraq suallar təqdim olunur bizə. Ona görə orada məsələn ki, oxumağa ehtiyac yoxdur. Elə açar sözlərlə tapa-tapa gedirsən və təbii ki, IELTS imtahanında bizim söz bazamız bir balaca yuxarı olur deyə, yəni orada hazırlaşanda IELTS məqamına gəlib çatmışamsa, deməli mən ən azı B2 levelam. Elə tapmaq adama rahatdır bu formada. Bir də əlavə olaraq nə qeyd eləmək istəyirəm? Dində bir problem də odur ki, bizdə ardıcıllıq gözlənilmir. Ümumiyyətlə sualların hamısı mətndə var, cavabını tapmaq olar diqqətlə yanaşsaq, amma ardıcıl olaraq bu birinci abzasdadır, bu ikidədir, bu üçdədir demək olmur. İndi bəzi hallarda uşaqlar ardıcıllıq gözlənə bilər, ola bilər məsələn olsun, amma o demək deyil ki, həmişə də ardıcıl olacaq. Qarışıq da olur, ardıcıl da olur belə bu versiyada. İndi gəlin vaxt itirmədən keçid edək suallara. Suallarla gedək mətnimizdən cavablar tapaq. Sizdən əvvəl təbii ki, mətnlərlə tanış olmuşam ki, hansı məqam hardadır. Çox yaxşı şəkildə onları aydınlaşdırmışam. Söhbət nəyə gətirir? Çünki bəzi tələbələr deyir ki, müəllim, özünüz bizə deyirsən, mətni oxumursunuz. Təbii ki, burada oxusan vaxt gedər. Ona görə çalışıram ki, sınavdan əvvəl bir dəfə tanış olum. Ondan sonra sizə hansı məqam, hansı cümlə harda yerləşir, onları mən göstərim. Deməli, uşaqlar, başlayaq 6.1-dən. Fikir versəniz, burada söhbət ümumiyyətlə mətnə nədən gedir? Ölü dəniz və ölü dənizin xüsusiyyətlərindən. Elə deyil. 6.1-də qeyd olunur ki, ölü dəniz, locate nə demək? Yerləşmək. Ölü dəniz yerləşir. Harda? Yer səthində, surface səth deməkdir. Yer səthinin ən alçaq nöqtəsində. Baxın uşaqlar, bu dairəyə aldığım sözünüz nə deməkdir? Alçaq, ən alçaq, yəni ki, ən aşağı point nöqtəsində yerləşir. Bu məlumat məndə harda var? Gəlirəm, baxıram mətndə. Baxın, belə bir yer var. Fikir verin. Deməli, baxın bu cümlədə. Görə bilirsiniz. Ən alçaq, yer kürəsinin ən alçaq nöqtəsindədir yerləşməsi. Situated. Burada situated yazıblar, burada located yazılıb. Yəni, ikisi də zaten nədir? Yerləşmə anlamındadır. Və fikir versəm, dəniz səviyyəsindən aşağıda, neçə metr aşağıda təxminən 400 metr dəniz səviyyəsindən below, yəni aşağıda yerləşir. İndi özünüz də görürsünüz və buna görə mənim 6.1-im nə olmalıdır? Təbii ki, true olmalıdır. 6.1 qəbul edirik, true. Keçirəm 6.2-yə uşaqlar. 6.2-də yazıb ki, bəzi mikroskopik orqanizmlər, fikir verin, bunlar zaten elə öz dilimizdə də eyni gedir.
bəzi mikroskopik orqanizmlər, məsələn, bakteriya, deməli, duzlu suda sağ qala bilər. Can survive, salt edə bilirsiniz, duzlu deməkdir. Survive-daki survivor, oradan yadda saxlaya bilərsiniz ki, sağ qalmaq anlamında istifadə olunur. Duzlu suda sağ qala bilər. İndi bilirsiniz ki, bu ölü dənizin əsas xüsusiyyətlərindən biri də odur ki, tərkibi o qədər duzludur ki, burada belə deyək də, nə dəniz o şeyləri, heyvanları yaşamır, nə bu ümumiyyətlə dəniz həyatı biraz ölüdür də, elə adından göründüyü kimi. Amma alimlər, bax burada fikir versəniz, buna baxmayaraq alimlər tapdılar, yəni aşkara çıxardıblar ki, found that bəzi mikroskopik bakteriya növləri, bakteriyalar onun dərinliklərində, depth dərinlik deməkdir uşaqlar, dərinliklərində mövcud ola bilər, can exist. Deməli, onda 6.2-də verilən statement, cümlə mənim üçün nə olmalıdır? Təbii ki, doğru olmalıdır. True götürəcəm bunda. Çünki burada da deyir ki, bəzi mikroskopik orqanizmlər yaşaya bilər, sağ qala bilər duzlu suda. Orada da, deməli, eyni cümləni mənə təqdim eləyir. Keçid eləyək 6.3-ə. İndi uşaqlar, 6.3-də məsələ nədir? Yazıb ölü dəniz, belə deyək də, vacib bir mənbədir. Important nə deməkdir vacib? Nəyin vacib mənbəsidir? Təmiz su. Yəni, belə desək, yaxınlığında, nearby nə deməkdir uşaqlar? Yaxınlığında, yaxınlığında yerləşən ölkələri içməli su ilə təmin edən, deməli, fresh, yəni ki, təmiz bir su mənbəsidir. İndi mən sizə belə bir şey deyim, dostlar. Bu informasiya birinci mətndə yoxdur ki, bu necə deyərlər, içməli su mənbəsi var, yaxınlığındakı məsələn ölkələr bundan istifadə edib. İndi ola da bilər ki, istifadə eləsinlər. İndi mən onu belə deyək də, bəzən deyirlər ki, dəniz suyunu, nə bilim, bu duzlu suları biraz neytrallaşdırıb ondan istifadə edirlər. Amma məsələ odur ki, bizim mətnimizdə başdan ayağa oxusaq əgər, yəni birinci abzasdan axırıncı abzasa qədər, yəni elə bir informasiya bizdə yoxdur ki, ölü dənizin suyundan yaxınlıqda yerləşən ölkələr ümumiyyətlə içmək məqsədilə istifadə edir. Və uşaqlar, bu informasiya olmadığına görə mən bunu götürəm not given. IELTS-da var bir başlıqda A, B və C variantı. Not given başlığı. İndi o bizdə yoxdur deyə mən bunu true da götürə bilmərəm. Onda avtomatik nə olur məndə? False. Yəni mətnə görə verilən yanlış informasiya və verilməyən informasiyanı mən false götürməliyəm. Okey, 6-3-də B qəbul elədik, 6-4-ə baxıram. Uşaqlar, diqqətli olsanız burada bir söz var. Intervention sözü. Bu nə deməkdir? Bu müdaxilə deməkdir. Deyir, insan müdaxiləsi, deməli, İordaniya çayında, deməli, Jordan River. Fikir versəniz, nəyin səbəbidir? Dənizin, belə deyək də, kiçilməsi. Shrink sözü uşaqlar, daralmaq, balacalaşmaq, kiçilmək anlamındadır. Deməli, insan müdaxiləsi, Iordaniya çayında olan insan müdaxiləsi dənizin kiçilmə səbəbidir. Mənə bunu belə verir. İndi mən yuxarıya qayıdıram, görürüm, belə bir informasiya varmı? Əslində, həqiqətən də var. Bu qara ilə işarələnmiş istiqamətdə bir dənə diqqətli olun, zəhmət olmasa. Bura fikir verin bir dənə. Deyir, ancaq, however, bilirsiniz, however, ancaq deməkdir. But, whereas, bir-birinin sinonimləridir. Dəniz hal-hazırda bir böhranla üzləşir. Elə deyil, hal-hazırda bir böhranla üzləşir. O, hər il balacalaşır. Shrinking every year. Hər il balacalaşır. Nə səbəbə? Çünki insan fəaliyyəti, belə deyək də, yəni insanların fəaliyyəti nəticəsində, deməli, İordaniya çayından olan suyun istiqaməti nə olub? Dəyişilib. Uşaqlar, divert sözü istiqamətin dəyişməkdir. Yəni, İordaniya çayının istiqamətini dəyişiblər deyə, artıq bu dənizə gedən, belə deyək də, bu əsas hər halda İordaniya çayıdır, bunun əsas təmin edən su ilə. Bu da ora gedib tökülmürsə, deməli, avtomatik bu nə olmalıdır? Balacalaşmalıdır. Okey, yəni bura baxanda əslən düzdür. Yəni insan fəaliyyəti, aktivitə yazıb bura, aktivitə. İnsan fəaliyyəti, insan aktivitəsi nəticəsində, yəni bu istiqamətin dəyişməsi nəticəsində hər il, deməli, dəniz nə edir? Kiçilir, shrinking, balacalaşır. Ona görə 6-4-ü mən turu götürə bilərəmmi? Əslində hə. Heç bir problem olmadan turu qəbul elədik. Deməli, A, A, B, A versiyasında oldu. Bir də uşaqlar, true false-da heç vaxt yadda saxlayın. 4 dənə A, 4 dənə B ola bilməz. Bunu mütləq yadınızda saxlayırsınız. Yəni, ola bilərdi, imtahandır. 6-1-i dəqiq tapmısan A.
6 2 dəqiq tapmısan A, 6 4 dəqiq tapmısan A. Yəni burada heç bir şübhən yoxdur. Yəni bilirsən ki, %100 A, A'dır bunlar. 6 3-ü düşünmədən B-ni yaza bilərsən. Əgər 6 3-də problemin varsa, bilmirsən nə yazasan, düşünmədən B-ni yaz. Çünki yenə deyirəm, 4 dənə A, 4 dənə B qətiyyən olmaz. Və yaxud da 100% məsələn 3-ünü B tapmısansa, 4-cünü də A yaza bilərsiniz. Bax, belə bir versiya. Amma yenə deyirəm, söhbət burada əminlikdən gedir. Əmin olmasın, təbii ki, orada ehtimallar dəyişə bilir. İndi keçirik 7 uşaqlar. Yazıb ki, mətnə görə, according to the text, mətnə görə, niyə görə, belə deyək də, bu dəniz ölü adlandırılır, dead. Niyə görə ölü adlandırılır? Baxaq görək uşaqlar, səbəbi harda veriblər? Və bir dənə fikir verin bu hissəyə və diqqətli olun. Yazıb ki, ən vacib unique feature. Feature nə deməkdir? Xüsusiyyət. Ən vacib xüsusiyyət, bu ölü dənizin ən vacib xüsusiyyət nədir? Onun, belə deyək də, deməli, həddindən artıq duzluluğudur. Salinity duzluluq deməkdir. Yadınızda qalsın. Və burada yazıb ki, onun o tərkibində ehtiva olunan su təxminən 10 times more salt. Yəni 10 dəfə daha çox nədir? Duz ehtiva edir özündə digərlərə nisbətən. Fikir verin. Yəni ki, orta okean suyuna nisbətən, average nə deməkdir? Orta. Orta okean suyuna nisbətən 10 dəfə daha çox özündə nəyi saxlayır bu? Duz saxlayır. Bu da ki, kifayət qədər böyük bir rəqəmdir. Uşaqlar, 10 dəfə çox demək nə deməkdir? Və baxın, yazıb, it is precisely this absence of visible aquatic life that gave the sea its famous name. Yəni, demək, ümumiyyətlə, precisely sözü uşaqlar exactly-nə sinonim ola bilər. Yəni, tam olaraq, tamamilə anlamında istifadə olunur. Deyir ki, bu, belə deyək də, deməli, visible, o deməkdir ki, görünən, belə desək də, dəniz həyatının yoxluğu, tam olaraq görünən bu dəniz həyatının yoxluğu dənizə nə eləyir? Bu məşhur adı verir. Yəni artıq dənizə, yəni ki, ölü dəniz deyilmə səbəbi nə oldu? Bunun duzlu olması və eyni zamanda əsas səbəb o da deyil, duzdan irəli gələn belə deyək də, dəniz heyvanları, dəniz həyatının, yəni ki, bu dənizdə olmamasıdır. Yəni adı üzərində ölüdür. Artıq nə dəniz heyvanları var, nə aquatic life var bunun ona görə. İndi gəlirəm variantlara baxıram, görüm mən nəyi götürə bilərəm 7-də. Uşaqlar, fikir verin, A-da yazıb çünki o 400 metr, 430 metr dəniz səviyyəsinin aşağıda yerləşir. Təbii ki, səhvdir, bu ola bilməz. C variantına yazıb ki, tamamilə səhra ərazisində yerləşir, səhvdir. D-də yazıb çünki o balacalaşır və tezliklə yox olacaq. Bunu da deməkdir, disappear yox olmaq, məhv olmaqdır. Yerdə yazıb çünki orada zəngin oksigenli hava yoxdur. Bu da səhvdir. Baxın, qalır bizdə B variantı. Çünki yüksək duzluluğu, high salinity, prevents, qarşısını alır. Nəyin? Əksər, belə deyək də, canlıların, belə deyək, life forms götürək, yəni canlıların da, belə deyək, canlı həyatın orada sağ qalmasını. Yəni, heç biri sağ qalmır deyə buna ölü dəniz adını veriblər. 7B-ni götürmək olar. Gəldim 8-ə. Uşaqlar, 8-də deyir ki, ölü dənizin iqtisadi əhəmiyyəti nədir? Main reason for the Dead Sea's economic importance. Deməli, ölü dəniz üçün iqtisadi əhəmiyyətlilik nədir? Yəni, nədən ibarətdir əsas səbəbi? Burada səhv eləmirəmsə, bunun minerallarla zəngin olmasıdır, bəzi minerallarla. Gəlin, baxaq görək. Deməli, bu hissə haralardasa bir yerlərdə gözümə bayaq satmışdı. Demək, uşaqlar, baxın, yazıb iqtisadi cəhətdən ölü dəniz vacib bir mənbədir. Vacib bir mənbədir. Niyə görə? Baxın, uşaqlar, burada fikir versəniz, bu suda olan minerallardan söhbət gedir. Minerallar sıçəs, məsələn, sıçəs uşaqlar, məsələn deməkdir. For example, like, bunlar sinonimlər. Magnezium və kalsiyuma görə. Yəni, daha doğrusu tərkibində olan minerallardır. Onda belə çıxır ki, iqtisadi cəhətdən yəni əhəmiyyətli olması nəyə görədir? Bunun minerallarla zəngin olması. İndi mənə belə bir variant lazımdır ki, minerallarla zəngindir. Məsələn, uşaqlar, balıqçılıq belədir, böyük miqyaslı. Large scale nə deməkdir? Scale miqyası böyük.
Large da böyük miqyaslı balıqçılıq. Bu əlaqəsizdir. Balıq var ki, balıqçılığı da olsun. C-də uşaqlar yazıb ki, deməli, primary nə deməkdir? Əsas, ilkin. Demək, regionda içməli suyun ilkin mənbəyidir, əsas mənbəyi. Əlaqəsiz variantdır. D variantda yazıb ki, it provides the fast shipping route between Jordan and Israel. Deməli, deyir ki, Yordaniya və İsrail arasında sürətli, belə deyək də, gəmi yolunu təmin edir. Bu da orada qeyd olunmayıb, iqtisadi cəhətdə gördünüz. Y-də də uşaqlar yazıb ki, dünyanın ən böyük buna table salt, biz gəlin buna süfrə duzu deyək də, süfrə duzu istehsalçısıdır. Bu əlaqəsidir. Qalır bir dənə hansı? B variantı. It has precious minerals. Yəni precious bilirsiniz də qiymətli, dəyərli deməkdir. Yəni onun tərkibindəki qiymətli minerallara görə. 8-də də B-ni götürə bilərik. Keçək nəhayət 9-a. Sonra bilirsiniz ki, 9 tip suallar həddən artıq məşhur suallardır ingilis dili qəbullarında və böyük ehtimal fevralda da siz bu suallarla qarşılaşacaqsınız. İstər birinci mətndə, istər ikinci mətndə. Demək olar ki, hər il düşür. İndi bizdən soruşur divert sözünün definition, mətndə istifadə olunan, özü 6-cı paraqrafda. Orada mən onu necə tərcümə elədim? Dedi ki, suyun istiqamətini dəyişmək. Deməli, orada uşaqlar, biz qeyd elədik ki, nəyinsə istiqamətini dəyişmək kimi, mən də baxıram, istiqamət dəyişmək kimi ən uyğun cavab hardadır? Bax, C variantında. Deyir ki, nəyinsə, elə bu uşaqlar söz elə istiqamətdir də, elə deyil, elə burada tutmaq olar. İstiqamətini dəyişməyə səbəb olmaq. Okay, C mənim cavabımdır. Collect something, nəyinsə toplamaq bir yerdə. B-də deyir ki, belə deyək də, təbii ərazini, natural area, dağılmaqdan qorumaq, bu da əlaqəsizdir. D-də uşaqlar yazıb ki, suda, çayda, river bilirsiniz, çay deməkdir. Suyun miqdarını artırmaq, da getdi, əlaqəsizdir. Y-də də yazıb uşaqlar, deməli, uzun müddət gizli qalmış, hidden nə deməkdir? Hidden, belə deyil, vevcüdür, elə deyil, gizlənmiş. Uzun müddət gizlənmiş nə isə tapmaq, ortaya çıxartmaq, discover, ortaya çıxartmaq, tapmaq, kəşf etmək, bu da əlaqəsidir. Yəni, ən yaxşı, mənim o 6-cı paraqrafındakı o diver sözünə uyğun definition C ola bilər ki, bir şeyin istiqamətini, kursunu dəyişmək. Okey, ona baxaq. Onda bizdən nəyi tələb edir? Hansı sualların mətn daxilində cavabı var? Uşaqlar şərtinə diqqətlə baxmaq lazımdır. Bəzən, belə deyək də, nadir hallarda yazır ki, doesn't, yəni cavabı yoxdur. İndi baxaq. Birincisi uşaqlar, baxıram, bizdə deyir ki, mənə, ölü dənizin, belə deyək də, duzluluq, dəqiq o duzluluq faizi nə qədərdir? Dəqiq duzluluq faizini soruşurlar bizdən. Və mən mətnə qayıdıram, burada bir faiz görmürəm, bax fikir verin. Sadəcə burada yazıb ki, təxminən ortalama bir okean suyundan 10 dəfə daha çox duz var tərkibində. Burada özə yazıb, təxminən. İndi birdən deyərsin, müəllim, bu 10 dəfəni, nə bilim, riyazi yollarla faizə çevirək, nəsə orada eləyək. Uşaqlar, çevirməyinə, axı bura yazıb nearly, about, nə bilim, approximately, onların sinonimidir bu, təxminən deməkdir. Amma mənə şərtdə nəyi soruşur? Məndən soruşur ki, dəqiq bu duzluluq faizi nə qədərdir? Nə qədər deməli olmalıdır? O yoxdur. Biri ona görə atırsan gedir. Uşaqlar 2. 2-də deyir ki, hansı xüsusi minerallar onun suyunda var, tapılıb. Onun suyu deyəndə söhbət hər halda ölü dənizdən gedir. Bunun adını mən bayaqda qeyd elədim sizin üçün. Diqqətli olun. Magnezium deməli kalsium olmalıdır. Elə deyil, magnezium və kalsium. Demək, dostlar, rəngi dəyişirəm. Baxın burada. Fikir verin. Magnezium və kalsium. Okey, good. Bunu da buradan götürdük. 2-ni doğru cavab kimi qəbul elədik. 3. Dəqiq olaraq hər il dənizi nə qədər turist səyahət edir uşaqlar üçün. Biraz danışır orada turistik ərazidir, gəlirlər, gedirlər, o tərkibində olan minerallara görə, amma nə qədər turist gəlir, dəqiq olaraq nə qədər gəlir, yoxdur. Qalxmağa ehtiyac yoxdur onu. Bir də uşaqlar, 4-də yoxdur. Bax, fikir verin, deyir,
Annual nə deməkdir? Annual sözünü bilirsiniz də, deməli, hər il anlamına gəlir. İllik olaraq da belə götürək. İllik olaraq bu suyun səviyyəsi neçə metr düşür, nə qədər düşür? Drop düşməkdir də, azalmaqdır. Yəni, hər il nə qədər azalır? Mətndə dostlar, bununla bağlı da bir informasiya yoxdur. Söz yox, su azalır, daralır, nə bilim, yox olmağa doğru gedir. Amma bir dənə mətnə fikir verin. Yəni, nə qədər azalır, necə olur, bununla bağlı heç bir informasiya mənə verməyiblər. 4 də buradan çıxdım, qalır bir dənə mənim doğru cavabım artıq nə ola bilər? 5. Onda götürürəm cavab olaraq 2-ni və 5-i. 5-də deyir ki, uşaqlar, bu arxeoloji tapıntılar regionda harda kəşf edildi, harda tapıldı? Tapılmış dənizin yaxınlığında, o yuxarıda verib. Yəni, bu söhbət Ölü dənizdən gedir də, hər halda Ölü dənizin yaxınlığında. Orada bir-iki dənə qala adı falan vermişdilər, görüm hardadır. Bakır verin. Masada var, Qumran mağaraları. Yəni yazıb ki, dənizin yaxınlığında məşhur tarixi ərazilər, belə deyək də, var və tapılıb. Məsələn, qədim qala olan Masada, sonra Qumran mağaraları və s. Belə. Ona görə də yəni burada bir harda tapılmışdı? Near the sea. Yəni dəniz yaxınlığı söhbət hardan gedir? Ölü dəniz yaxınlığında. Yəni bu ölü dəniz yaxınlığı hara deməkdir? Ölü dənizin ətraflarıdır. Yəni ölü dənizin yaxınlığı hər halda onun yaxın əraziləridir. Ona görə 5-i də götürə bilərsiniz. Və belə, birinci mətni uşaqlar bitirdik. İndi keçid elə ikinci mətnə. Mətnlərimiz maraqlı idi bu arada. İkinci mətndə söhbət, deməli, burada istəmirəm, onu çəkim, ya da qalsın bu yerində. Terrakota deməli, army-dən gedir. Belə eləyək. İndi yenə də gəlin suallarına baxaq və tapmağa çalışaq ki, görək hansı hardadır, niyə görə səhvdir, niyə görə düzdür. Bunları özümüz üçün bir müəyyənləşdirək. Başlayaq 11.1-lə. Uşaqlar yazıb ki, deməli, ordu arxeoloqlar tərəfindən tapıldı, kəşf edildi, üzə çıxarıldı. Necə deməksiniz deyin. 19-cu əsrdə, okey, 19-cu əsr verib mənə və mən bir gedirəm görüm bu tapılmaqla bağlı mənə nə deyirlər burada. Bir düşək aşağı. Baxın, tapıldı deyir. It was found. Amma nə vaxt tapılıb? 1974 uşaqlar. 1974, mən sizə ilk dərslərdə yazacaq demişdim. İli götürür, əsrə çevirir. Əsri götürür, ilə çevirir. Nəm ikinci yarısı deyil, birinci yarısı deyil, üçüncü yarısı deyil və s. Məşhur üçüncü yarısı yoxdur. Tarixçilər şeydir, səhvimdən keçsin. Deməli, 1974-cü il, 1974-cü il. Bu bizdə eləməlidir 20-ci əsr, 19 deyil uşaqlar. 19-cu əsr 1800-cü illərdir. Mənim özüm hesablayıram bunu belə. Məsələn, 1974-dürsə, əsrə çevirəndə 2 yerə ayırıram bunu. 19-un üstünə 1 gəlirəm, elədir 20. Deməli, bu düşür 20-ci əsrə. Amma mənə əsr kimi versə, məsələn, desə 15-ci əsrdə tikilib, tutaq ki, mən bilmək istəsəm bu neçənci illərdir, belə edirəm. Bunun əksini özür. 15-dən 1-i çıxıram, qalır 14. 14 də, yəni 1400-cü illər civarını edir. Bax belə. Uzun sözün qısası. Bunu tapıblar 1974-də, amma şərtində mənə nə yazıblar? Yazıblar ki, 19-cu əsr. Bu əslində olmalıydı 20-ci əsr. 20-ci əsr. Ona görə bu bizdə nə sayılır? False sayılmalıdır. Sonra baxaq uşaqlar 11.2-yə. İndi 11.2-də məsələ nədir? Bilirsiniz ki, bu imperator mətndə, yəni söhbət nədən gedir? Bu imperatorun belə deyək də torpağın altında deməli böyük bir qəbirstanlıq sistemi deyək, düzəltməsi, yəni nekropolis düzəldir də, böyük bir qədim qəbirstanlıq, hansı ki, orada öz gücünü də, ölümündən sonra da gücünü göstərmək istəyir, əskərləri, deməli, o şey elətdir, gildən hazırladır, özdə hamısına xüsusi bir şey verir də, necə deyərlər, görünüş, yəni hamısı eyni versiyada olmur. Hər biri fərqli-fərqli üz dizgilərinə falan malik olur. Yəni, uşaqlar, bu sualda söhbət nədən gedir? Yazıb ki, Qinşinin belə deyək də sərdabəsi dizayn olunmuşdur, belə deyək. Sadəcə onun bədəninin yerləşdiyi bir yer kimi yox. Bundan daha çox məqsədlərə xidmət eləmək üçün
More than just a place görə bilirsiniz. Yəni bədəni üçün olan yerdən, yəni onun belə deyək də bədənin dəfn olunduğu, sadəcə bədənin dəfn olunduğu yer kimi yox. Bundan daha belə deyək də fərqli məqsədlər üçün də dizayn olunmuşdur. Bəli, həqiqətən doğrudur. Yəni uşaqlar, bunun dizayn olunmaqda məqsəd nə idi? Gəlin bax buralarda bir yerdə də var. Bax görürsüz, məqsəd nə idi burada? Bura verib. His goal, yəni onun məqsədi öz gücünü, bax fikir verin, gücünü qoruyub saxlamaq və e, belə deyək də, hətta onun ölümündən sonra. Yəni əsas məsələ o idi ki, onu yaradırdı ki, ölümündən sonra da bu gücü, qüdrəti necə deyərlər, o cahcalalı göstərməyə çalışırdı. Yəni o məkandır, necə deyirlər, o torpağın altıdır. Sadəcə bunların bədəninin yatdığı yer kimi xidmət eləməyib də, bundan daha artıq xidmətlər sunub ki, gücünü göstərmək, ölümündən sonra da özünü sübut eləmək, yəni mən varam demək, bax belə. Ona görə də bunu biz götürə bilərik uşaqlar, true. Bu bizim üçün true qəbul oluna bilər. Keçirəm 11.3-ə. Bu maraqlıdır uşaqlar. Bax fikir verin. Burada yazıb ki, statue bilirsiniz ki, abidədir. Abidələrin görünüşlərindəki, bax fikir verin, abidələrin görünüşlərindəki fərqli məqamların variety sözünü bilirsiniz də hər halda. Kitabda var idi. Variety nə deməkdir? Müxtəliflik, çeşidlilik, sonra vary sözü var, məsələn, fərqlənmək. Bunlar hamısı elə bir-birindən yaranan sözlərdir. Variation sözü uşaqlar, difference, fərq deməkdir. Fərqin olmaması, absence nə deməkdir? Yoxluq, mövcud olmamaq. Fərqin olmaması sübut edir ki, onlar belə deyək də, sadə, yəni ki, bir qəlibdən çıxmışdılar. Kütləvi bir mass produce istehsalı idi və bir qəlibdən çıxmışdılar. Amma mən bayaq sizə dedim, bu bir şey, yəni ki, bu imperator hamısını eyni elətdirmir. Hər bir əskər, uşaqlar, bir üz cizgisinə malik olur. Yəni, onu da sizə göstərim. Yəni, onların, belə deyək də, xarici görünüşündə fərqliyin olmaması demək, artıq bunu false eləyir. Və burada belə bir hissə var. Görün, mən sizə onu göstərə biləcəm, tapa biləcəm, bir dəqiqə. Bax, buradadır. Bir bu fiqurlar, deməli, bişmiş gildən hazırlanmışdı özdə. Deməli, bu fiqurlar, belə dedik, inanılmaz detallarla yaradılmışdı. Hər bir əskərin, bax, fikir verin, uşaqlar, buradan başlayıb, each soldier, hər bir əskərin, soldier əskər deməkdir, unique, yəni unique nə deməkdir? Özünə məxsudu unikal üzü, saç stili, uniforması var idi. Və suggesting that they were modeled after real people. Yəni demək istəyir ki, bu da onların real insanlar əsasında hazırlandığını və yaxud da modelləşdirildiyini göstərir. Yəni real insanlara bənzətməyə çalışıblar ki, yəni hamısı eyni olmasın, yəni bir fiqur kimi görünməsin. Fərqli-fərqli stillərdə, necə deyərlər, üz quruluşunda olsun. Yəni burada görürsünüz, fərqlilik gözlənilib. Amma mənə şərtdə nə deyir? Deyir ki, o fərqlilik çatışmır. Baxın, abidələrin xarici görünüşündə fərqliliyin olmaması. Bu artıq avtomatik mənim üçün nədir? Deməli, false olmalıdır. İndi keçid edirəm 11.4-ə. Uşaqlar, 11.4-də yazıb ki, bu gildən, clay bilirsiniz də gil deməkdir. Gildən düzələn fiqurlar, deməli, ilkin olaraq, yəni ki, əsas belə deyək, onların özü nə ilə rənglənmişdir? Orijinalları parlaq rənglərdir, bright paint. Bu da məncə artıq aydındır, bu sadədir. Buralıqda bir yerdə fikir verin. Deməli, yəni fiqurlar ilkin olaraq brightly painted, yəni ki, parlaq rəngdə rənglənmişdirlər. Deyir, hətta onlara deməli, bu real bürünc silahlar da verilmişdi ki, imperatoru qorusunlar. Gör necə real bir şey yaratmağa çalışırlar. Üzərinə bax. 3-cü illərdə. Maraqlı mətn. Bu da true. Deməli, uşaqlar, onda 11, bizim 11-ci testimiz olur B, A, B, A. Okey. Keçid eləyək 12-yə. Aha. Məşhur testlərimizdəndir, hər halda bilirsiniz. Deməli, 5-ci paraqraf hansı cümlə ilə başlaya bilər? Uşaqlar, biraz tələbələrin qorxduğu, hamının çəkindiyi, qaçdığı suallardan biridir. Çünki konkret olaraq o leksik əlaqə var, onu tutmaq lazımdır orada. Baxaq 5-ci paraqraf. Uşaqlar, sənin yazacağın cümlə, bax, burada yerləşəcək, elə deyil. Deməli, bura yazacağım cümlə
Bundan sonra gələnlə və bura gələnlə nə eləməlidir? Məna əlaqəsinə girməlidir mütləq şəkildə. Elə deyil. Bura yazır ki, ə, it lay hidden underground. Deyir ki, o yerin altında gizli formada qalmış. Yəni yerin altında gizli formada yatırdı. 2000 il belə deyək də 2000 il müddətində, yəni hardasa bir 2000 ildən çox müddətdə. Nə vaxta qədər? Antil qədər deməkdir. Təsadüfən kəşf edilənə qədər. İndi görə ora hansı cümləni yazsam bura uyğun gəlir. Məsələn, uşaqlar, bax, A-nı yazıram. Əsgərlər deyir ki, odunla, taxtadan düzəlmişdi. Qızılla da kaplanmışdı. Cover örtülmək deyildi, örtülmüşdü. Bax, bu cümlənin onun nə əlaqəsi var? Getdi. B-dir cavab, C-yə baxaq. Deyir ki, öz ordusunu qurmaq üçün imperator belə deyir də, yalnız bir neçə dənə 12 belə dozen workers, a few dozen workers belə deyir. Burada gedib bir neçə işçidən istifadə edir, amma dozen bilirsiniz də 12 mənası da var. Bu da belə getdi. Heç uyğun gəlmir. D-də yazıb ki, army, ordu Romanın, qədim Romanın mərkəzində yerləşirdi. Ümumiyyətlə əlaqəsizdir. Sonra yazıb müasir alimlər qərara gəldilər ki, bütün abidələri Amerikaya köçürsünlər. Bu da, yəni ki, o verilən ikinci cümlənin əlaqəyə girməz. Uşaqlar, B-yə bir dənə fikir verin. Unfortunately, təəssüf ki, Sərdabənin yerləşməsi, lokasiyası, yəni location'ı əsrlər boyu, yəni belə deyək, əsrlərdir ki, tarixdə nə olub? İtib, yox olub, tapılmayıb və davamında da gəlir ki, o 2000 ildən çox müddət torpağın altında yatıb belə qalıb. Nə vaxta qədər? Yenidən kəşf olunana qədər. Okey, B mənim üçün doğru statement ola bilər. 13-ə keçid eləyək uşaqlar. 13-cü söz artıq məncə bilməlisiniz. Bu nə deməkdir? Təxmin etmək, nəyisə təxmin etmək, guess, təxmin edib tapmaq. Amma söhbət təxmindən gedir. Burada dəqiq miqdardan, saydan, göstəricidən getmir. Böyük ehtimal A və B arasında qalmısınız. İndi gəlin C-yə baxaq. Destroy dağıtmaqdır, neysə, dağıtmaqla heç bir əlaqəsi yoxdur. Ignore görməzdən gəlməkdir, faktlar görməzdən gəlmək, hissiyatlara based on, əsaslanaraq qərar vermək, bu da əlaqəsizdir. Y-də yazır uşaqlar, nəyisə xatırlamaq, uzun müddət əvvəl, very long time ago, baş verən, nə demək baş vermiş? Uzun müddət əvvəl baş vermiş nəyisə xatırlamaq. Bu da əlaqəsizdir, düz gəlməz. İndi qalıram A ilə B arasında. Uşaqlar, A-da problem yazıb burada dəqiq tapmaq. Estimate sözündə uşaqlar dəqiqlikdən söhbət gedə bilməz. Burada təxmin eləməkdir, guess, təxmin edirsən. Ona görə də A-nı da atıram, doğru cavabım qalır məndə B. Ki, nəyinsə belə deyək, approximate opinion, yəni belə təxmini fikirlə, hesablamalarla ölçüsünü, dəyərini, nə bilim, qiymətini, bunları formalaşdırmaq, hesablamaq, tapmaq. 14. 14. Uşaqlar, 14 əslində elə gözlüyüm bunu belə eləsəm bir bağ alacaq. Buradan ortaya çıxır. Fikir verin. Sildiyim hissədədir. Diqqətli olun. Bunun rəngini dəyişək. Deyir ki, bu fiqurlar bayaq da dedim, detallı, inanılmaz detallarla zəngin idi. Hər bir əskərin unique face-i var idi, hairstyle var idi, uniforması falan var idi və s. Suggest, buradan bu yanını verib, bax fikir verin. Sən indi o yanı götürməlisən. Yəni suggest that. That-dən sonra nə yazıb burada? Ki, they were modeled after real people. Yəni bu da onu göstərirdi ki, onlar real insanlar əsasında hazırlanıblar, modelləşdiriliblər. İndi mən də baxıram, buna bənzər bir cümlə götürməliyəm. O da uşaqlar hardadır? B variantı. Baxın, imperator istəyirdi ki, onun ordusu real individuallara, individual nə deməkdir? Fərd, person, insan, insanlara oxşasın, bənzəsin, look like. Ona görə B-ni götürə bilərik. Məsələn, A-da yazıb ki, onlar, belə deyək də, eyni insan tərəfindən yaradılmışdı. Onların hamısı eyni insan tərəfindən hazırlanmışdı. Əlaqəsiz. C-də uşaqlar yazıb ki, bu söz həm də bişmiş gildir, onu da deyim sizə. Bişmiş gil. Deyir ki, bişmiş gil yeganə material idi həmin dönəmdə, yəni əl çatıla biləndə bunları düzəltmək üçün.
Bu heç uyğun gəlmirsə, C-dən sonra heç belə bir cümlə yoxdur. Sonra D-də yazır ki, status, abidələr, demək, import nə deməkdir uşaqlar? İdxal eləmək, gətirmək. Digər ölkədən gətirilmişdir, əlaqəsiz. Y-də də yazıb ki, the army was used for farming. Yazıb belə deyək də, ordu farming nə deməkdir? Təsərrüfat üçün istifadə edilirdi. Qorumaq üçün yox. Protection-da qorumaqda protect-dən yaranıb. Bu da əlaqəsiz. Ona görə B-ni götürmək olar. Və nəhayət uşaqlar, mətnimizin sonuncu sualına gəlib çıxdıq. 15. Deyir ki, mətndə hansı sualın cavabı var yenə də, onu istəyir məndən. Bir də deyir, deməli, bu ordunu 74-cü ildə kim ixtira elədi? Uşaqlar, kim ixtira elədi deyəndə, burada fikir verin, cavab götürə bilərik. Yerli fermerləri. Şanxi belə deyək də ərazisində, əyalətində, provins əyalət kimi də gedə bilər, əyalətində yaşayan yerli insanlar, yəni Şanxi əhalisi demək olar. Onlar bunu tapıblar, ortaya çıxardıblar 74-cü ildə Çində. Deməli, birin cavabını qəbul eləmək olar. 2 var. 1-ə bas. 2. Əskərləri düzəldəndə hansı materiallardan istifadə olundu uşaqlar? Hansı materiallar idi? Təbii ki, bişmiş gillərdən istifadə olunurdu. Baxın, elə bu bişmiş gil ordu. Bu adı da buradan gəlir də. Terracotta. Bu bişmiş gil deməkdir. 3. 3-də yazıb ki, bu during the construction. Construction nə deməkdir? Layihələndirmə, tikmə dönəmində, düzəltmə, qurma dönəmində, ərzində during. Təxminən yox. Dəqiq olaraq nə qədər işçi çalışırdı, yoxdur. Atın getsin bu 3-ü. Sonra 4-ə gəlirəm. Bu yeraltı ordunun yaradılma məqsədi nə idi uşaqlar? Məqsəd var. Bayaqda elə bundan görə nə qədər danışdım mən. Məqsəd o idi ki, bu kral, bu imperatoru göstərməyə çalışırdı. Öz, necə deyərlər, dövlətini, dövlətçiliyini, cahcılalığını, gücünü, baxın, və ölümdən sonra da hətta qorunma bu məqsədlə. 4-də götürə bilərəm. Götürərəm. 5-ə baxıram. 5-də də yazıb uşaqlar, bugün belə deyək də, muzeyə baş çəkmək, vizit səyahət eləmək nə qədər pula başa gəlir də, kost, yəni qiymət nə qədərdir? Lord ilə desək ki, muzeyə gedib çıxmaq neçəyə başa gəlir adama? Bu da ki, yoxdur. Ona görə doğru cavabını götürürsən. 1, 2 və 4. Okey dostlar, mətni bitirdik. İndi gəlin keçid eləyək. Bizim qrammatika sualımız. Ümidvaram ki, qrammatikada səhviniz yoxdur. Marağa baxın. Deməli, qrammatikada uşaqlar, birinci gəlir bizdə zaman. Zaman testləri də ingilis dilində pas keçilməz testlərdən biridir. Demək olar ki, hər qəbul düşür, bəzən məhsullarla qarışdırıb verirlər, bəzən elə adi zaman olduğu kimi verilir. İndi uşaqlar, diqqətli olursunuz hansı məqamda? Zamanları yazanda 1. Ən vacib nüans nədir? Zaman zərflərinə baxmaq mütləq şərtdir. Zaman zərfləri. 2. Uzlaşma. Zaman zərfləri yoxdursa uzlaşmaya gedir. Uzlaşmanı da nə vaxt edirsən? Bax, yadınıza salıram. Bəzi bağlayıcılar var, məşhur bağlayıcıları, zaman bağlayıcıları, bir də şərt bağlayıcıları. Məsələn, while, when, before, after, sonra till, until, as soon as, if, unless tipli bağlayıcılarda uşaqlar. Uzlaşmanı gözləmək lazımdır. Çünki baş budaq cümlə yaranır. İndi məntiqən fikirləşək də, budaq həmişə başa nə olmalıdır? Tabi olmalıdır. Yəni, zaman baxımından əgər götürsək, indiki ilə indiki uzlaşa bilər, indiki ilə gələcək uzlaşa bilər, bir də keçmişlə keçmişi uzlaşdırırlar. Deməli, uşaqlar, bir də məsələ nədir burada? Yadda saxlayın, budaq cümlədə, yəni bağlayıcıdan sonra, məsələn, atıram, götürün buradan before-u. Before-dan sonra, yəni budaq cümlədir, özü bilirsiniz. Before-dan sonra budaq cümlədə gələcək zaman olmaz, bitmiş zaman olmaz. Bu da belə. İndi keçirəm testimə. Burada heç bağlayıcı falan yoxdur, adi bildiyin zaman testidir. Şeydən istifadə edək, gəlin qaydalar. Baxaq görək, bax, birinci cümlənin sonunda at 7 yazıblar.
Görə bilirsiniz, at 7. Bu deməli ki, saat 7-də. Uşaqlar, dəqiq zaman zərfi verirsə, bu keçmiş zamana aiddir, yadınızda qalsın. Yəni, bitmiş zamandan dəqiq zaman götürmür. Saat 7-də, 8-də, nə bilim, saat 10-da, belə şeylər verirsə, zaman zərfləri. Bu, keçmiş sadənin də, yəni bitmiş zamanlarından götürmür. A-la B buna görə gedir. Sonra ikinci ipucum nədir? Bax, orta cümləni ötürüb, keçirəm bu yana. Burada and görürəm mən uşaqlar. And yadınızda qalsın. Əgər iki dənə feili bağlayırsa, orada bir ardıcıl hərəkət yaradır. Bax, fikir verin. O, hər halda nə eləyir? Maşına mindi və aeroporta yola düşdü. Bunu demək istəyir də. Ardıcıl olur da, maşına minir, aeroporta yola düşür. Əgər and iki dənə feili bağlayırsa və ardıcıl hərəkətdirsə, mütləq şəkildə hər iki tərəfi keçmiş sadə zamanda verilir. Hər iki tərəf keçmiş sadə zamanda olmalıdır. Baxıram, görürəm, bu şərtimi ödəyən. Bax, D variantına gəlirəm, görürəm ki, birinə got yazsam, o biri had left olur, keçmiş bitmiş. İkisi də eyni zaman olmadı, yəni ki, keçmiş sadə zaman olmadı. Y-yə baxıram, had got yazılır, o birisindən left yazılır, bu da olmadı. Bunları da çıxış eləyəndən sonra doğru cavabı nə qalır? 16-da olur bizdə C variantı. Demək, ortada da was waiting demişdə, yəni onu maşın gözləməkdəymiş həmin vaxtda, həmin müddətdə davam edici zaman kimi veriblər mənə. Demək, əsas məsələm nə oldu? Birinci, dəqiq zaman zərfləri saat 7-də, 2-də, 3-də, 4-də, nə bilim də, indi random atıram. O, həmin zamanları vermək olmaz. Bitmişlərlə, keçmiş sadə ilə verməliyəm. Əllə də bağlananda, ardıcıl hərəkət olanda, hər iki tərəfə keçmiş sadə zamanı yazmaq lazımdır. Deməli, dostlar, gəlin indi 17-ci suala baxaq. Burada bizdən söz önləri seçilməsini istəyir. Deməli, dərsdə mən sizə qeyd eləmişdim ki, uşaqlar, əgər sözün sonunda D görürəmsə, onun mütləq qarşısına yazmaq lazımdır 10. Yəni, 10 Friday olmalıdır. Buna görə A-nı, B-ni buradan silə bilərsiniz rahatlıqla. Digər məsələ nədir? Dostlar, arrive olanda yadda saxlayırsınız. Yəni, arrive nə deməkdir? Harasa gedib çatmaq anlamına verir. Biraz sərgəsi yazdım. Arrive-la siz in istifadə edə bilərsiniz. Bir də at, məkanlara gedəndə. In rahat yolunu deyirəm, baxın, ən sadə versiyada. Xüsusi isimlərə çatanda istifadə olunur. Xüsusi isimlərə çatanda. Amma ətlə uşaqlar ümumi isimlərə çatanda istifadə olunur. Məsələn, baxın, deyirəm ki, arrive at, tutaq ki, station, stansiyaya, vağzala çatmaq. Arrive in deyəndə, məsələn, arrive in Baku, London, nə bilim, Europe, Asia, bu kimi belə deyək də, xüsusi isimlərlə fərqi yoxdur. Nə olur olsun, bütün xüsusi isimli olan məkan adlarına, məkanlara arrive in demək olar. İndi uşaqlar, gəlirəm, baxıram, bu qaydama əsasən də arrive-dan sonra burada nə gəlib? London. Londona çatdı deyir. Yəni, xüsusi isim olduğuna görə bura mütləq nə qoymaq lazımdır? In. İndi Y də gedir, mən qalıram C ilə D-nin arasında. İndi belə deyək də, C və D-də gördüyünüz kimi əti veriblər mənə. Çünki bilirsiniz, saatların qabağında ət verirsiniz. Bunu sözünə yazıblar. Əslində bu nə demək istəyir? 7-yə 10 dəqiqə qalmış da bunu gətirmək istəyir. 7-yə 10 dəqiqə qalmış da biz necə ifadə edirik uşaqlar? 6:50 kimi elektron saatla. Yəni bunu elektron saat kimi versəydi, yenə də qabağına sən ət yazmalıydın. Məsələn, ət adi, məsələn 7 tamam olsaydı da, yenə də at 7. Baxın, yuxarıda da zaman testində bunu göstərmək istəyirəm. Fikir verin. Burada at 7 yazılır. Yəni, ümumiyyətlə, saatların qabağında nə olur olsun? Yəni, bu hissədə söhbət buradakı saatdan gedir. Burada deyək ki, 7-10 dəqiqə qalır. Sən onun qabağında ət verməlisən. Yəni, saatların qabağında əti yazırsan. Fərqi yoxdur. Baxın, elektron versiyada yenə deyirəm, 6:50 yazsaydı, daha to-ya ehtiyac qalmayacaqdı burada. Bir dənə əti qoyacaqdım yanına. To-nu da nəyə görə yazıram? Uşaqlar, bilirsiniz də, qalır ifadəsi ingilis dilində to-la deyirlər saatda. 7-yə 10 dəqiqə qalır. Bax, onu ifadə eləmək üçün qalmış və yaxud da tərcümə düz gəlsin deyə. Bura to yazırıq. Ona görə D də gedir, doğru cavabımız qalır C variantı. Sonra baxaq, deməli, 18-ə. Uşaqlar, 18 bir balaca miqdar göstəricilərlə bağlı test tapşırığıdır. Nədə diqqətli olmalıyam?
Dear bilirsiniz ki isimdir, maral deməkdir, elə deyil. Və bu ismin təki və cəmi eynidir. Onu da deyim sizə əlavə informasiya kimi, yəni bunun sonuna s artırıb dears formasını cəmləyə bilməzsiniz. Təkdə də dear olur, cəmdə də dear formasında qalır. İndi məsələ nədir uşaqlar? Məsələ odur ki, yəni tək və cəm anlayışını istifadə edildikcə, deməli bu necə isimdir? Countable, yəni sayılan isimdir, elə deyil, sayılan. Və mən bilirəm ki, maçla sayılan isim verə bilmərəm. Maçdan sonra mütləq nə gəlməlidir? Sayılmayan isim, uncountable noun. İkiləri bütün variantlardan çıxanda doğru cavabınız nə qalır? 1-3-4. Dolotofdan sonra cəm isim gələ bilər və sayılmayan isim gələ bilər. Burada cəm isim gəlir. Desəz bəs hardan bilsin müəllim bu cəmdədir? Çünki uşaqlar burada ar verib deyə, deyir burada tək ola bilməz. Yəni cəmdə istifadə olunur. Samdan sonra da bilirsiniz cəm isim də gələr, sayılmayan da gələr. 3-ü də götürdünüz, 1-i də götürdünüz. FU-dan sonra da ancaq necə isim gəlməlidir? Cəm isim. Few və many. Bunlardan sonra isə ancaq cəm isim gəlməlidir. Doğru cavabımız olur 1, 3, 4. 19-a baxaq. Uşaqlar, 19-da deyir ki, dialoqu tamamlayın. Bu da belə deyir də, leksik test tapşırığıdır. Artıq qrammatika hissəmizin keçdiyi sözlərlə bağlı olan tapşırıqlarını. İndi 19-da diqqətli olsaq, bizə deyir ki, dialoqu tamamlayın. Sizə belə bir cümlə verib. Deyir, I see you are talking again. Mən səni yenidən danışarkən gördüm. Və burada da ona sual verir. Həmişə qadınlar nə haqqında danışırlar? What do women always talk about? Qadınlar həmişə nə haqqında danışırlar? İndi baxaq uşaqlar. Bir variantları əgər getsək, birdə deyir ki, onlar adətən ailə problemlərini müzakirə edirlər. Yəni bu düz ola bilər də. Məsələn, tutaq ki, mən deyirəm ki, qadınlar həmişə nə haqqında danışırlar? Digər bir adam da qayıdıb mənə deyir ki, onlar adətən belə deyək də, ailə problemlərini müzakirə edirlər. Biri götürmək olar. Onda birə plus qoyaq. Birə plus qoydumsa, Y-ni zaten avtomatik atıram gedir. Sonra uşaqlar, 2-yə baxıram. 2-də deyir, they are talking to one another. Onlar bir-biri ilə danışırlar. Mənə burada söhbət onların bir-birinə danışmasından getmir. Mən nə sual vermişəm buna? Qadınlar həmişə nə haqqında danışır? Nə haqqında? Daha doğrusu bunu işarələyəcəyəm. What? Yəni mənə verməlidir nəyin danışdığını. Mən demirəm ki, onlar bir-birindən danışır. Yəni bu cümlə mənim üçün mənasızdır. Mənə deməlidir ki, nədən danışır? Necə ki, burada yuxarıda dediyim ailə problemlərindən danışır. Burada da bir nəsə desəydi, götürmək olardı səbəb. Demək 2 yanlışdır, 2 olmaz. 2 olan variantda çıxmaq lazımdır, çünki götürə bilmirəm. 2-ni atdım getdi. Sonra uşaqlar, baxıram 3-ə. Onlar used to talk about their children. Bu əslində biraz düzə bənzəyir. Burada deyir, onlar öz uşaqlarından danışar. Amma məsələ nədir uşaqlar? Bu used to, yadınızda qalsın. Used to görəndə bilin ki, söhbət keçmişdə baş verib, amma indi olmayan demək istəyir. Yəni danışardı. Used to deməkdir ki, proses keçmişdə qalıb, indi gəlib çıxmadı. Danışardı anlamına verir, mənasına verir used to. Amma mənim zamanım hansı zamandır? Mən sualı indiki zamanda vermişəm. Niyə görə mən buna keçmişdə cavab verim? 3-ü də buradan çıxıram gedir. Variantlardan 3-ü də atanda zaten doğru cavab nə qalır? A variantı. 4-də görə nə deyir? Ən ümumi mövzu onların həyat yoldaşlarıdır. Buna da bir dənə plus qoyaq olar. Yəni qadınlar nə haqqında danışır? Sual verirəm. Qarşımdakı adamı deyir ki, ən ümumi mövzu onların həyat yoldaşlarıdır. Bu da ola bilər. 5-i də yazıb uşaqlar. Bəzi qadınlar üstünlük verir. Yəni ki, tək başına ev işlərini görsün. On deyir, o nə deməkdir tək başına? Öz işlərini görsün. Daha doğrusu ev işlərini görsün. Bu da ki, mənasız da, yəni mən deyirəm, nədən danışır? Durub deyirəm ki, ev işlərini görmək üstünlük verir tək başına. Ona görə 5 də zaten mənim doğru cavabım ola bilməzdi. Və nəhayət, sınağımızın sonuncu sualı, 20-ci suala gəlirəm. Uşaqlar, yazıb ki, burada are the words ignite and to burn. To ignite and to burn. Nöqtələr, meaning. İndi nə demək istəyir? Ignite və burn sözləri mənadadır. Və nə mənadırsa, onu bura biz qoymalıyıq. Bəli, onlar, bura 3 nöqtə qoyulmalıdır. Yox, 3 nöqtə lazım deyil. Bu bitir. 3 nöqtə yuxarıda. Silək. Biz sözü bura yazırıq. Bu da təsdiqdir ki, bəli, onlar tutaq ki, sən deyənləndir, görə nə deyəcəksən. İndi uşaqlar, baxıram varianta,
Birincisi mənası nədir bunlar? Gəlin onu deyim sizə. Bu da yandırmaqdır, bu da yandırmaq. Deməli bunlar nə olurlar? Eyni mənalı olurlar, elə deyil. Mən burada same-i götürərəm də ki, ignite və burn, yəni ki, yandırmaq, ignite və burn sözləri eyni mənanı verir, sual verir. Budur ki, bəli, onlar eyni mənada, they are the same. İndi uşaqlar, bir də əlavə olaraq siz bunu necə çıxa bilərdiniz? Baxın, opposite nə deməkdir? Əks. Various nədir? Müxtəlif. Different müxtəlif. Not close yaxın olmayan. Baxın, bu da, bu da, bu da, bu da dördü də müxtəlif demək. Yəni A yazsan gərək C-ni də yazasan, D-ni də yazasan, Y-ni də yazasan. Ona görə bir dənə fərqlənən variantın B qalır. Yəni əgər variantların o verilən sözlərin mənasını bilsəz, rahat şəkildə B olduğunu tutmaq olardı. Bu sözlərin ümumiyyətlə heç mənasını bilmədən. Amma ignite ilə burn sinonimdirlər, mənaları da yandırmaq deməkdir. İndi uşaqlar, gəlin keçək listening-ə baxaq. Mən də listening transkriptini və suallarını sizə göstərim. Deməli, dostlar, siz hal-hazırda dinləmə suallarını görürsünüz. Gəlin bir analiz eləyək dinləmə suallarını. Baxın, birdə deyir ki, cümləni tamamla dialoqa əsasla. Biz Saranın yeni, belə deyək də, laptopa ehtiyacı var. Çünki səbəb nədir? Burada uşaqlar, cavab olaraq biz B-ni götürmüşük. Çünki dinləmədə qeyd olunur ki, onun hazırki, yəni cari laptopu, burada Van bilirsinizdə, mən sizə demişdim, Van isimləri əvəz edir. Burada söhbət laptopdan gedir deyə, ikinci dəfə təkrarçılıq olmasın deyə Van yazıblar yerinə. Onun cari laptopu, belə desək, onun məktəb işləri üçün, sonra ümumiyyətlə tapşırıqlarını yerinə yetirmək üçün o qədər də yaxşı deyil, artıq köhnəlib, unreliable-dur. Yəni, etibar eləmirdi o kompüterə. Uşaqlar, bunun cavabı əslində, bax, mən burada transkriptdə verirəm sizin üçün. İstəyirsiniz, bir dənə transkriptə belə baxın, cavablarını qeyd eləmişəm. Yavaş-yavaş belə gedirəm. Bu da sizin transkriptiniz. Bir gəlin birinin cavabına baxaq, görək haradadır. Bax, fikir verin, uşaqlar, bir buralıqdır. Fikir verin. Sara burada deyir ki, belə deyək də, başlanğıcdan gəlin başlayaq. Yəni, burada fikirləşir ki, kompüter alsın, oğlan buna deyir ki, sən onu ilə bir neçə il əvvəl, belə deyək də, təzəsindən əvəzlənmişdin, almışdın. O qız da deyir ki, o istifadə edilmiş idi və həqiqətən də artıq yenilənmə zamanıdır. Və davamında deyir, mənim ehtiyacım var, belə desək, bir etibarlı kompüterə, yəni işlərimi görə biləcəyim, tapşırıqlarımı, assignment nə deməkdir tapşırıq? Tapşırıqlarımı yerinə yetirə biləcəyim bir etibarlı kompüterə ehtiyacım var. Ona görə də uşaqlar, bir də B variantını götürmək, belə deyək də, ola bilər. Doğru cavab kimi götürə bilərik. Məsələn, A-da yazıb uşaqlar, Liam belə deyək, təklif elədi, o yenisini alsın, amma əksinə. Qız özü zaten almaq istəyirdi. Yəni, Liam heç nə təklif eləmirdi. Sonra C-də yazıb ki, o istəyirdi ki, tələbə endirim əldə eləsin. Onu da sonda Liam təklif eləyir. Bu, onun istəyi deyildi. Sonra onun deyir ki, 32 GB-a ehtiyacı vardı. Səhv etmirəmsə 16 idi. Bu da səhvdir. Və yazıb Y-dəki onun köhnə kompüterinin ekranı sınmışdır. Bu da səhvdir. Yəni, verilən informasiyaların içində yoxdur. Ona görə B-ni mən doğru cavab kimi götürürəm. İndi keçid eləyək ikinci suala, dostlar. 2-də bizə deyir, dialoqda hansı sualın cavabı var? Dialoqda hansı sualın cavabı var? Təbii ki, C variantı. Niyə görə Sara SSD üstünlüyü verir? O səhv eləmirəmsə işə düşməklə bağlı idi. Burada 2-nin cavab baxımı buradadır. Yazıb ki, belə deyək də, SSD istəyirəm. Mən eşitmişəm ki, onlar, yəni SSD-lər, bu top time, başlama vaxtını deyir, kompüterin işə düşmə vaxtı, belə deyək. Kompüterin işə düşmə vaxtında böyük fərqlər yaradır. Bax, niyəsi buradadır ki, kompüter daha hər halda tez işə düşür. Fərqlər olduğuna görə. Ona görə uşaqlar, dostlar, burada götürərik biz doğru cavab kimi C-ni. Məsələn, hansı brend, belə deyək də, laptoplardan almaq istəyir? Sözü 2 dənə deyəsən deyir, orada laptop istəyirəm. Amma hansını deyir, onu mən görmədim. Sonra B-də deyir ki, Liamın belə desək, how much deməli, laptopu neçə ramlıqdır? Bu da yoxdur.
D-də deyir, Sara hardan tələbə diskountlarını, endirimlərini əldə edəcək? Bu da yoxdur. Yerə yazıb ki, hansı xüsusi laptop modeli Sara düşünür? Bu da yoxdur uşaqlar. Yeni də buradan silmək olar. Üçüncü suala baxaq. Deyir, dialoqdan aydındır ki, burada səhv eləmirəmsə, elə adı 16, bayaq siz qeyd 32 GB. Fikir verin, onu da göstərim sizin üçün yerini. Üçün yeri bax buradadır. Fikir verin, deyir ki, qız sual verir, 16 GB deyir ki, kifayətdir də, elə deyil. Burada da. Həm də orada baxın, burada bir cümlə var. Deyirlər ki, mən razılaşmıram ki, 32 GB RAM standart universitet üçün kifayətdir deyən insanlarla mən razılaşmıram. 16 GB kifayət edir də, elə deyilmi? İndi Liam da qayda edir ki, tamamilə doğrusan, esselər üçün, tədqiqat üçün 16 GB həqiqətən də əladır. Ona görə də uşaqlar, biz orada A variantını götürə bilərik. Aiddir cavab. A-nı götürmək olar. Qız düşünür ki, 16 GB həqiqətən də kifayətdir onun ehtiyaclarını ödəmək üçün. Məsələn, B-də deyir ki, dostlar, Liam fikirləşir ki, Sara biraz gözləməlidir. Amma gözləməklə, yəni gözləməməlidir əslində. Sadəcə deyir ki, sən o student discountdan istifadə edə bilərsən, axtarıb tapıb. Sonra C-də deyir ki, artıq qərar verib hansını almalıdır, amma qərar verməyib. İki dənə şey arasında gedib gəlirdi, brend arasında. D-də deyir ki, SSD ilə olan bir yeni laptop alıb Liam belə deyək də, recently, son dönəmdə, yaxın vaxtlarda və yaxud da bu da yoxdur. Yəni, deyilən informasiyalar arasında yoxdur, götürə bilmirəm. Və yerə yazıb Sara ümumiyyətlə battery life, yəni laptopun bateriya ömrü ilə bağlı heç bir narahatçılığı yoxdur. Yəni, onu düşünmür ümumiyyətlə, alarkən nəzərə almayacaq, amma əksinə battery life-a fikir verir. Çünki ekran deyir ki, ölçüsünü balaca götürmək istəyirəm ki, onun demək, pil ömrü daha uzun olsun. Üçdə də A-nı götürə bilərik. Sonra nəhayət dördüncü sual. 4-də uşaqlar bizdən doğru cavab istəyir, seçək. 4-də, baxın, A olmaz. Strictly $800 demədi. Bunun büdcəsi 800.000 və bir hətta 1000-dən biraz da çox ola bilər. Əgər əlavə, belə deyək də, keyfiyyətlər, xüsusiyyətlər mənə təqdim eləsələr. Sonra B-də deyir ki, Liam məsləhət görür ki, Saraya öz işləri üçün geniş ekranlı kompüterləri deməli, ön planda axtarsın, yüksəkdir. Yəni, prioritet eləsin. Belə bir şey demir. Sonra, elə C düzdür. Bayaq dediyim məsələdir. Sara hesab edir ki, daha doğrusu düşünür ki, balaca ekran deməli, alsın laptopunu. Nəyə görə? Bu pil ömrünü, pil performansını daha da artırmaq üçün. C-ni cavabını götürə bilərəm. Göstərərəm də sizə. Sonra Sara'nın deyir ki, indiki laptopu new 2 years ago, yəni bu yeni 2 il əvvəl alınmışdı. Bu uşaqlar düz gəlməz. Yəni, orada couple sözünü deyirəm, amma mən bilmirəm axı bu 2 il ərzində, yəni bir, baxın, burada göstərim onu sizə. Burada davam edeyim. Deməli, dostlar, bax, fikir verin, o ifadəni göstərmək istəyirdim. Ola bilər, bura bir tapılıb, ilişib qalasınız, a couple of years ago. Dostlar, a couple of ifadəsi əslində belə veriləndə bir neçə il əvvəldirmi? Bir neçə il əvvəl. Və yaxud da 2-3 il əvvəldir. Yəni, tam olaraq 2 il əvvəl bunu demək düz deyil. O baxımdan biz hansı sualda qalmışdıq? 4-cü sualda D-də səhvdir. Y-yə baxsaq, məsələn, Y-də yazıb ki, bunlar razılaşırlar ki, SSD vacib bir xüsusiyyət deyil, amma əksinə, ikisi də bunu vacib hesab edirdi. Y-də ona görə artırıq, C olur doğru cavab. Və nəhayət 5-ci və sonuncu sualımız. 5-də deyir ki, sonda, belə deyək də, bu son təklif olaraq Liam Sarayına təklif verir, məsləhət verir. Uşaqlar, axırda ona səhv etmirəmsə, gəlin 5-ci cavabını mən sizə göstərim. Bu arada 4 desin göstərməmişdim yerini. 4 də göstərim. 4-də bax fikir verin, deyir, beləliklə mən fikirləşirəm ki, smaller screen, daha balaca ekran alaraq onun power, yəni ki, pil ömrünü, bateriya ömrünü qorumaq istəyirəm. Belə, 5-in də cavabı uşaqlar, bax, buradadır. Oğlan axırda deyir ki, niyə görə sən belə deyir, tələbə diskountları, endirimləri olan şeyləri yoxlamırsan, check-out eləmirsən. Yəni, ən son olaraq ona
nəyi məsləhət görür? Tələbə endirimlərini. 5-ə də buna görə doğru cavabımız nə olar? Yəni, təbii ki, bunları artıq çıxıram. Bu 32-dir, 16-dır, nə bilim, digər şeylərdir, qaldı əvvəldə. Doğru cavabımız olar burada Y variantı. D-ni də atıram, C-ni də atıram. Uşaqlar, B-də isə yazıb böyük endirimləri gözləmək, endirimi gözləmək ümumiyyətlə demir. Burada baxın, o cümləni bir daha diqqətlə göstərim sizə. Fikir verin. Əgər sənin köhnən sınırsa, yəni dağılırsa, artıq işlədə bilmirsənsə, mən uzun müddət gözləməzdim. Sadəcə, yəni ki, tələbə bu diskantları olan yerlərə biraz baxarardı. Belə, bu formada dostlar, dinləmənin transkriptini göstərdim. Ümidvaram ki, hər şey sizə aydındır. Amma nəsə bir sualınız, sözünüz olsa, zəhmət olmasa rəy bölməsində yaza bilərsiniz, ya mənim özümə yazarsınız, yenidən sizə izah edərəm. Sağ olun, salamat qalın. Növbəti sınaqlarda, görüşlərdə görüşənədək.